Gülməli olduğum yerdə gülümsəyə saxla bilməməyim. Gülməməli olduğum yerdə. Gülməməli olduğum yerdə Ciddi ortamlarda gülməyi mən də eləmişəm. Biz eləmişik. Və mən çox vaxtı bir dəfə rəfiqəmin yaxınının rəhmətə gedəndə orada rəfiqələrim məni güldürüblər və mən məcburiyyət qarşısında çölə çıxmışam çünki burada mənim günahım yoxdur, rəfiqələrimin günahlarıdır ki, onlar məni Bu arada güldürüblər. məncə bu halı hamı yaşayır. O ciddi ortamlar olur. Ən çox da yaslarda olur. Yəni gedirsən Allah rəhmət eləsin hamısına. Amma ki o sənə aid deyil də, o hiss sənə aid deyil. Prosta getmirsən və orada bilmirsən necə davranacaqsan, özünü o ciddiyyətə salmağa çalışırsan və əsla o ciddiyyətə alınmır. Və mən öz yaxınlarım mən harasa gedəndə qızlar mənə deyirlər ki, nə olar üzbəüz oturmayaq. Çünki biz üzbəüz oturanda birimizə baxıb gülümsəyik. Var, bunu mən də həmişə deyirəm. Yaxın oturmuram. Ən yaxşısı uzaq oturmağa daha çox üstünlük veririk. Suallarım bu qədərdir. Çox maraqlı bir oyun idi mənim üçün. Çox sağ ol. Təşəkkür edirəm. Çox maraqlı və əyləncəli idi. Oyun idi həqiqətən də. Məndən bu qədər.